Donald Trump. Azərbaycan prezidenti İlham Əliyevin 4-cü Şuşa Qlobal Media Forumundakı çıxışına dair məqaləni özünün Truth Social hesabında paylaşıb. Məqalə Breitbart News-un müxbiri Joshua Klein tərəfindən hazırlanıb və İlham Əliyevin forum çərçivəsində nəşrin suallarını cavablandırarkən səsləndirdiyi fikirləri əhatə edir. Yazıda Prezident İlham Əliyevin Donald Trumpı sülh adamı adlandırması, Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür etməsi, həmçinin əvvəlki ABŞ administrasiyalarının uzun illər ərzində münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasına üstünlük verməsi ilə bağlı açıqlamaları yer alıb. Qeyd edək ki, iyulun 13-ü və 14-ündə sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu baş tutub. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak etdiyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub.